Hər kəsə salam. Bugün təzə bir vlog çəkirəm. Deməli, saat 7-dən durmuşam hazırlaşmaq üçün. Çünki bugün alış-verişə gedirik, paltar alış-verişinə. Onsuz videomda da demişəm. Normalda hər səhər yeməyi yemirəm. Amma bugün evə gec gələcəyimiz üçün dedim səhər yeməyi yeyim. Sonra da rahat olum, gedim hazırlaşım. Hər kəsə salam, Fidan Əli kanalına xoş gəldiniz. Bugün maraqlı bir vlog çəkəcəm. Kombinimdən də gördüyünüz kimi bugün evdə olmayacam. Gedirik shopping eləməyə, paltar alış-veriş eləməyə gedirik. Amma haralara gedəcəyik bilmirəm. Dedim bugünü vlogluyum. Bəlkə paltar alış-verişini eləyəndən sonra da harasa gedərik. Amma dəqiq deyil deyə indidən sizə demirəm. Bu arada tək getmirik. Anam, qardaşım, mən, əmim və əmmin nişanlısı gedir. Deməli, sizə kombinimi göstərəcəm. Deməli, belə bir kombin eləmişəm. Klasik bir şalvar geyinmişəm. Üstünə bunu. Məncə çox qəşəng bir kombin olubdu. Belə. Və aksesuar olaraq da belə bir qolbaq taxmışam. Belə bir sep taxmışam. Bu seplə məncə çox uyumlu oldu. Bu arada həyəcanlıyam. Çünki əmmin nişanlısı ilə ilk dəfə tanış olacam. Yəni, bu arada yaxında da əmminlə nişanlısının toyudur. Mənim sizə videolarımda bəhs elədiyim toy mövzusu oydu. Görək, inşallah yaxşı olar, ilk tanışma yaxşı keçər deyə düşünürəm. Belə yəni, onda biraz həyəcan var əslində məndə. Onda videomuza keçək. Bu arada makyajımı falan da eləmişəm, amma tələsirdim deyə. Mən hər videoda tələsirəm niyəsə. Çox bir şey çəkə bilməmişəm hazırlaşanda. Belə, onda yolda falan çəkəcəm sizə. Deməli, burada Sədərəyə gedirik. Dedik, alış-verişi oradan başlayaq, sonrasına da baxarıq. Deməli, videonun bu yönündə istəyirəm legolarım haqqında danışım. Mən günlük vloglarımın birində legolarımı göstərmişdim. Və legoları sevib alsam da, qura bilmədiyimi, balaca parçalı legolarda çətinlik çəkdiyimi demişdim, hardasa ilişdiyimi. Və videonun yorumlar yerinə bir nəfər o legoları necə qura biləcəyimi yazmışdı. Legoların qutularının üstündə rəqəmlər olurmuş. Onları da YouTube'a yazandan sonra quruluş videosu qabağına çıxır. Məndə də 3 qutu qurulmamış Lego var idi və o videolara baxaraq 2 qutunu rahatlıqla qura bildim. O birisinə hələ vaxtım yoxdur. Onu da sonra quracam. Kim yazmışdısa o yorumu həqiqətən də təşəkkür eləyirəm. Sevdiyim Legoları nəhayət qurdum. Deməli, biz bütün Sədərəyi turladıq, gəzdik. Amma özümə uyğun bir dənə belə heç bir şey tapa bilmədim. Bir dənə Vietnam qaldım bu arada. Demək olar, heç nə çəkə bilmədim bugün. Çünki yəni Sədərəkdə nə çəkim? Nəsə alsaydım özümə, onu da çəkərdim, amma heç nə almadım. Əsasən əmimgil alış-veriş elədilər. Belə yəni, indi də əmimgilin qızıl işi var. Onları həll eləsinlər, gəlsinlər, gedəcəyik. İndi də anamla parkda oturmuşuq. Onlar gələnə qədər hava alırıq belə. Bu arada bunu deməyi unutdum. Birinci gün sırf bizim üçün alış-verişə çıxırıq. Birinci gün də video çəkəcəm. Bəlkə bu video ilə birləşdirərəm, bəlkə ayrı bir video halına salaram, bilmirəm. İndi onu fikirləşəcəm. Biz çox acmışdıq Sədərəkdən çıxandan sonra. Ona görə dedik yemək yeyək, sonra elə yolumuza davam edək. Yanımızı yumadı. Burada deməli artıq yeməyimizi də yemişik, evə gedirik. Evdə dincəlindən sonra da artıq başqa mağazinlərə baxmağa çıxacağıq. Bu aralar başım çox qarışıqdır. Səbəbi isə rayona getməyimə tam 3 gün qalıb. 3 gün ərzində bütün alış-verişimi eləməliyəm. Yəni nə geyinəcəmsə falan onları almalıyam. Paltardan əlavə başqa bir şeylər də almaq istəyirəm. Bir neçə gündən sonra hər kəsə salamlar. Bizim Sədərəyə getdiyimiz günün üstündən 2 gün keçibdi. 2 gündən sonra çəkmişəm bu videonu. Mən Sədərəyə getdim həmin gün. Amma özümə uyğun heç bir şey tapa bilmədim. Bütün Sədərəyi turlamışıq. O qədər yorulmuşdum ki, bəlkə də həyatımda heç o qədər yorulmamışdım mən.
Bundan əlavə olaraq da biz Sədərəkdən qayıdandan sonra gəldik evə, yemək molası verdik. Sonra da getdik buradakı mağazinləri gəzdik. Buralardan da özümə heç nə tapa bilmədim demək olar. Sədərəkdən bir dənə Vietnamka almışdım. Buradan gəldim özümə ayaqqabı, bir də ki, bir-iki bir şey tapdım. İndi sizə onları göstərəcəm. Həmin gün çox yorulmuşdum deyə videonun da davamını çəkə bilməmişdim. Bu arada sabah yox, birisi gün rayona gedirəm və sabahda sırf bizim üçün alış-verişə çıxırıq. Yəni mənim üçün çıxırıq alış-verişə. Rayona getməmişdən qabaq paltar almaq istəyirəm. Bir də bəzi şeylər, eynək falan. İndi onları da sabah əldə edəcəyik. Bilmirəm, həmin günün vloqunu çəkərəm yoxsa yox. Amma rayona gedəndə getmə vloqumu çəkəcəm. Bu arada mən Sədərəkdə falan olanda çox video çəkə bilmədim. Çünki o qədər adam və o qədər səs var idi ki, telefonu əlimə alıb danışaraq rahat video çəkə bilmirdim. Amma yenə də bəzi kadrlar çəkməyə çalışmışam. İndi sizə aldığım şeyləri göstərəcəm. Bunu da göstərim. Vietnamka olaraq belə qaşlı bir Vietnamka aldım. Məncə çox qəşəngdir bu arada. Mən bunları çox bəyəndim. Ayaqqabı olaraq da mənim bu ayaqqabı tipindən, formasından nə deyim bilmirəm, çox xoşum gəlir. Belə göstərim. Əslində mən bunun başqa rəngini götürmüşdüm birincisi. Kartini rəngi idi, qəhvəyi rəngi idi. Amma sonradan bunları gördüm deyə onları yerinə qoydum, dəyişdim yəni. Bunlar belə. Hər kombinlə məncə uyur yəni bu ayaqqabılar. Sonra sizə bunları göstərim. Belə bir şortik. Mən bunu dəhşət bəyəndim, aşırı bəyəndim. Yəni geyinib baxmışam da çox qəşəng durdu. Sonra da onun üstündən geyinmək üçün belə bir şey göstərim. Bu əslində mənə bir tık, bir damcı böyük olur. Amma biraz balacası da var, bilmirəm dəyişərəm yoxsa yox. Yəni bu da belə. Bunu ikisini birlikdə geyinəcəm. Rənglər də uyursun ki. İndi sizə aldığım bəzi ıvır-zıvırları göstərəcəm. Əslində ıvır-zıvır dediyimə baxmayın, lazımlı şeylər almışam. Deməli, mən rayona gedəndə taxmaq üçün belə bir dırnaq aldım. Yaxından göstərim, belə bantikli falan, kəpənəkli. Məncə çox qəşəngdir. Çox bəyəndim bunları həqiqətən də. Bir də mən yapışdıranda dırnaq kleyi ilə yapışdırmıram. Çünki dırnaq kleyi ilə yapışdıranda çox tez düşür də, yəni. Belə. Sonra belə bir, bu arada mənim toy donlarım hazırdır. İkisi də həm oğlan toyu üçün, həm qız toyu üçün. O toy donlarımın ikisi də mavi tonlardadır. Biri açıq mavi, biri tünd mavi. Mən də bilmirəm dırnaq elətdirəcəmmi toydan 2 gün qabaq yoxsa yox. Əmin deyiləm, amma yenə də hər ehtimala qarşı belə bir kedi gözü deyirlər də deyəsən. Belə parlaq dırnaq aldım. Donlarımın rənginə uyğun. Əslində daha açıqdır rəngi, sadəcə buradan belə görünür. Sonra belə bir halqa sırğa almışam. Çox qəşəngdir, mən çox bəyənirəm. Yəni özü də gümüş rəngdə. Bundan əlavə olaraq da belə bir naşnik almışam. Çox tez xarab eləyirəm mən bunları. Mən xarab eləmirəm. Bunların özləri çox tez xarab olur. Nəysə, mənim günahım deyil. Sonra deməli belə bir daraq almışam. Mən rayona gedəndə istədiyim tip daraq tapa bilmirəm saçımı daramaq üçün. Ona görə belə bir daraq aldım. Məncə rəngi də çox şirindir. Sonra bu elə belə diş fırçası almışam. Diş fırçam xarab olmuşdu. Belə. Sonra da belə bir ustura almışam. Aldıqlarım bu qədər idi. Hələ bu qədərdir. Sabah da gedim, ümid edirəm ki, istədiyim paltarı tapa bilərəm. Bir də eynək istəyirəm. Hələ bunlardır da, yəni. Sabah da vlog çəkərəm böyük ehtimal. Bir də sabah yox, birisi gündə rayona getdiyimi vloglayaram. Belə, ümid edirəm ki, bu video maraqlı olmuşdur. Əlimdən gəldiyi qədər bir şeylər çəkməyə çalışdım. Çox səsli güylü yerlərdə də. Belə, videonu bura qədər izləmişsinizsə, bəyənməyi, abunə olmağı və yorum yazmağı unutmayın. Görüşərik, hələlik. Yaxında çox maraqlı vloglar gələcək.